Anadolu mətbəxinin gizli çudu reseptini göstərirəm bugün sizlərə. Elə bir mərhələsi var ki çudunun. Əsl sir indi başlayır. Diqqətlə baxın bu gələn səsə. Belə çudu hazırlamaq istəyirsinizsə, ən çox verilən sual nədir mənə? Çudu edirəm, üzəri qıpqırmızı qızarır, amma içi xəmir qalır. Gəlin sizə elə bir üsul təqdim edim ki, o üsulu çox adam bilmir. Axırda nəticə necə çıxacaq? Mütləq siz özünüz də sınamaq istəyəcəksiniz bu resepti. İlk öncə bir qab götürürəm və 2 unun qarışımından istifadə edirəm. Favelli və bismak unu. Yarım kilo favelli istifadə etmişəm, yarım kilo bismak istifadə etmişəm. Hər reseptin altında açıqlama qismində nəyi necə istifadə etmişəm, hər bir şeyi qeyd edirəm. Üzərinə hazırladığım aparanı əlavə edirəm. 3 yumurta sarısı və qıraqda əritdiyim yağ yox, yumuşaq kərə yağından istifadə etmişəm və qəşəngcə duzunu da əlavə edib xəmir yoğururam. Qoyuram xəmir mayalanır. Mayalandıqdan sonra xəmiri kündələrə ayırıram. Kündələrə ayırıram. 250 qramdan kündələrə ayırıram mən. 8 qatdan istifadə etmişəm və içliyini hazırlamağa keçirəm. Kündələr orada mayalansın. Biz keçək içliyini hazırlayaq. İçliyi üçün 500 qram mal ətindən istifadə etmişəm. Qəşəngcə kərə yağında qızardıqdan sonra üzərinə zirinci əlavə edirəm. Mən zirincini bol sevdiyim üçün zirincini çox istifadə edirəm. İstəyən zövqə görədir. Heç istifadə etməyə də bilər. Artıq mayalandıqdan sonra gəlirəm xəmiri açmaq hissəsinə. Kündələr mayalanır. Kündələri qəşəngcə açırıq. Nazik şəkildə açırıq və hər qatı da layları yağlayırıq. Kərə yağından istifadə edirəm. Burada keçirəm qıraq hissələrini kəsməyə. Bunu nə üçün kəsirəm? Kəsməyə də bilərsiniz, amma kəsmədiyiniz zaman xanımlar iç hissəsində bunu yumrulayarkən buruqlarda, rulonlarda görəcəksiniz ki, xəmir kimi görüntü qalır və bu da çox zaman pis görüntü yaradır. Göz bilirsiniz ki, görməlidir, bəyənməlidir. Sonra dadını bilməliyik. Onun üçün də, yəni mütləq şəkildə qıraqlarını kəsməyini sizlərə məsləhət görürəm. Və burada rulona başlayıram. Rulonu sıx şəkildə eləyirəm ki, səliqəli olsun. Rulonu sıx şəkildə etdikdən sonra artıq kəsirəm. 65 qramdan kəsirəm mən və içlərini başlayacağam doldurmağa. İçlərini doldurarkən nəyə nəzarət eləməlisiniz? Səliqəli olmasına və hündürə qaldırmalısınız. Nə qədər hündürə qaldırsanız, bişdiyi zaman da zaten tufovkada görəcəksiniz ki, sobada, indi səhv tutarsınız məndən, soba deyim. Sobada hündürə qalxır, hündür görüntüsü olanda. Yağı isidirik, 1 litr yağdan istifadə etmişəm və sobada bişirdiyim 180 dərəcədə 20 dəqiqə bişir. Daha sonra üzəri az qızarana yaxın mən 1 litr yağ tökdüyüm tavada çudunu qızardıram. Çudunu qəşəng qızartdıqdan sonra hər iki tərəfini qızardıram və podnusa salfetka sərirəm. Çudumuz hazır. Sizlərə nuş olsun. Sağ olun. Allaha əmanət olun.